Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz informatika 1-ci sinifdən dərs 2 əşyanın hissələri və hərəkəti. Uşaqlar nə edirlər? Uşaqlar oyun oynayırlar. Biri qız uşağı balaca qız kuklası ilə oynadır və həmin uşağa bir ana kimi davranaraq onun saçını darayır və süd içirəcəkdir. Oğlan isə kamazla oynayır. Kamazın kuza hissəsi, təkər hissəsini və s. Təmir eləməyə çalışır. Oğlan maşının hansı hissələrini söküb? Təkər və kuza hissələrini. Bu hissə nə üçün lazımdır? Bu hissələr nə üçün lazımdır? Təkər hissəsi kamazın hərəkət eləməsi üçün, kuza hissəsi isə onun belə deyim, ağırlıq qaldırması üçün, müəyyən yük daşımada iştirakı üçün lazımdır. Tanqramın hissələrini aşağıdakı heyvan fiqurlarına düzəldin. Uşaqlar, bu fəaliyyət hissəsinə aiddir. Yəni bunu ancaq evdə və məktəbdə eləyə bilərsiniz. Pişik oynayır, yeyir, tullanır, yatır. Topla nə edirlər? Topu hava ilə doldururlar. Topla voleybol oynayırlar. Topla futbol oynayırlar. Bəli uşaqlar, bilin. Tapşırıqlara baxaq. Hər canlıya xas olan hərəkətləri söyləyin. Quş uçur, ördək üzür, ilan sürünür, pişik uzanır. Bu evin hissələri hansı dairədə düzgün göstərilib? Gəlin baxaq görək hansı hissədə düzgün göstərilib. Uşaqlar, ikinci şəkildə daha aydın göstərilib. Çünki birinci şəkildə qapının forması düzgün deyil, aynalar da düzgün deyil. Üçüncü şəkildə isə evin divarları və krişası düzgün rənglə rənglənməyib. Amma ikincidə hamısı tamamilə düzgündür. Tapşırıq 3-ə baxırıq. Şəkillər arasında 4 fərqi tapın. Gəlin baxaq. Birincisi, gəminin üst hissəsi fərqli rəngdədir. Birində yaşıldır, birində göydür. İkinci, gəminin birinci hissəsində 5 ayna, ikinci gəmidə isə 3 ayna var. Sonra gəminin üzərində olan logo, yəni işarə, açar işarəsinə bənzəyən işarə birində daha yuxarıdadır, rəngin, digərində daha aşağıdadır. Dördüncüsü isə gəminin bu xüsusi olan hissəsi var ya uşaqlar. Gəlin bunu göstərim. Bu hissəsi var. Bu hissəsi ilə bu hissəsi arasında fərqi görürsünüz. Biri dümdüz dayanıb, digəri isə dənizə tərəf baxır. Təbii ki, dördüncü fərq isə bundan ibarətdir.